Bismillahirrahmanirrahim. Selamun aleykum, əziz izləyicilər. Sizləri xanım Fatimə Məsumə salamullahi aleyhanın gözəl hərəmindən salamlayırıq və qarşıdan gələn Qədirxum bayramı münasibəti ilə hər birinizin bayramını təbrik edirik. Mövzumuz Qədirxum bayramı barəsindədir. Hicrətin 10-cu ilində Həzrəti Peyğəmbər axırıncı həcc ziyarətini yerinə yetirmək üçün səfərə hazırlaşır və bütün müsəlmanları həcc ziyarətinə dəvət edir. Və bu səfər, bu həcc ziyarəti Həzrəti İslam Peyğəmbərinin axırıncı həcc ziyarəti idi. Ona görə buna Hiccətul Vida da deyirlər. Və bu səfərdə, bu həcc ziyarətində Həzrəti Peyğəmbər Allahın mühüm xəbərin, Allahın mühüm bir mesajın müsəlmanlara çatdırmalı idi. Ona görə buna Hiccətul Bəlağ da deyirlər. Və müsəlmanlar da Həzrəti Peyğəmbərin bu dəvətin qəbul elədilər. Mənbələr yazır ki, 90 min yazan var, 120 min yazan var və bundan artıq sayda müsəlmanlar Həzrəti Peyğəmbərlə bu həcc ziyarətində iştirak ediblər. Və bu həcc ziyarətin yerinə yetirdilər. Həccin əməllərin yerinə yetirəndən sonra Peyğəmbərlə birlikdə müsəlmanlar Məkkə şəhərindən Mədinə şəhərinə tərəf üz tuturlar. Həccdən qayıdırlar. Məkkə şəhəri ilə Mədinə şəhərinin arasında bir vadi var, bir yer var, bir məkan var. Adına deyərlər Qədirxum. Qədirxum bir vadinin, bir yerin adıdır. Məkkə şəhəri ilə Mədinə şəhərinin arasındadır. Elə bir yerdir ki, orada hacılar bir-birindən ayrılırlar. Yəni, məsələn, Mədinə səmtinə gedənlər ayrı yola gedirlər. Şam məntəqəsinə tərəf gedən hacılar orada ayrılırlar, onların yolu ayrılır, başqa istiqamətə gedir. İraq səmtinə gedən hacılar ayrılırlar. Qədirxum məntəqəsi, orada hacılar bir-birindən ayrılırlar, hərə öz məntəqəsinə tərəf üst tutur. Və bu Qədirxum məntəqəsinə çatanda Maidə surəsinin 67-ci ayəsi Həzrəti İslam Peyğəmbərinə nazil olur. Əuzu billah minəşşeytanirracim. Ya əyyuhər rəsul, bəlliğ ma unzilə iləyk min rabbik. Ey Rəsul, ey Allahın Peyğəmbəri, çatdır Rəbbin tərəfindən sənə nazil olanı. Və in ləm təfəl fəma bəlləxtə risalətəh. Əgər çatdırmasın, Rəbbin tərəfindən sənə nazil olanı çatdırmasan, elə bil risalətivi sanki yerinə yetirməmsən, tamamlamamsan. Vallahu ya'simuka minən-nas innallaha la yahdil qavməl kafirin. Ayə nazil olur ki, ya eyyuhər rəsul bəlliğ ma unzilə min rabbik. Allah tərəfindən sənə nazil olanı çatdır. Əgər çatdırmasan, risalətivi yerinə yetirməmsən. Sanki ayədə Allah bir növ təhdid eləyir. Yəni, məsələ o qədər önəmlidir. Məsələ o qədər dəqiqdir. Bu mesaj o qədər önəmli mesajdır. Bu Allah tərəfindən gələn vəhy o qədər önəmlidir, mühümdür ki, Allah Peyğəmbərinə təkid eləyir ki, çatdır Rəbbin tərəfindən sənə nazil olanı. Bu ayə ki, nazil olur, müsəlmanlar da ki, yoldadılar, qayıdırlar həcdən, məlumdur ki, bir qism insanlar, müsəlmanlar Peyğəmbərdən qabaqda gedirdi. Bir qism insanlar arxada qalmışdılar. Bir qism Peyğəmbərin özü ilə yol gedirdilər. Bu ayə nazil olandan sonra Həzrəti Peyğəmbər göstəriş verir, onlar ki, çox qabaqdadılar, qayıtsınlar. Və göstəriş verir, onlar ki, arxadadılar, gəlib özlərini çatdırsınlar. Və Həzrəti Peyğəmbər gözləyir, müsəlmanlara da göstəriş verir ki, gözləsinlər. Onlar ki, qabaqdaydılar, qayıdırlar. Onlar ki, arxadaydılar, gəlib çatırlar. Bütün müsəlmanlar bu Qədirxumdur əslində. Bu həmin yerdə cəm olurlar, zöhr namazı vaxtı. Həzrəti Peyğəmbər zöhr namazını qılandan sonra xütbə oxuyur.
Cəmaata, insanlara xütbə oxuyur. O Qədirxum xütbəsi çox uzundur. Mən istəmirəm hamısını oxuyum. Onun bir hissəsi ki, bəhsimizə aiddir, mövzumuza aiddir. Həzrəti Əli əleyhissalam, Həzrəti Peyğəmbər buyurur ki, inni tarikum fikumuz səqələyn, ya siqləyn. Mən sizin aranızda iki qiymətli əmanət qoyuram. Bir nəfər yerdən sual verir ki, ey Allahın Rəsulü, bu iki qiymətli əmanət nədir? Həzrət buyurur ki, Kitab-əllah, biri Allahın kitabıdır. Və itrəti əhl-i beyt və digəri də mənim əhl-i beytimdir. Bunların ikisindən ayrılmayın və bunlar ikisi də bir-birindən ayrılmazlar ta ki hovuzun kənarında mənə yetişələr. Və bunun heç birini tərk eləməyin, nə Quranı tərk eləməyin, nə əhl-i beyti tərk eləməyin ki azmayasınız. Əgər bir ümmət, bir cəmiyyət istəyirsə azmasın, gərək həm Quranı tərk eləməyə, həm əhl-i beyti tərk eləməyə. Həzrəti Peyğəmbər sonra buyurur ki, Allahu Məvləy, Allah mənim mövlamdır. Və ənə Məvlakum, mən də sizin mövlavızam. Bu sözü deyəndən sonra yazırlar ki, Həzrəti Peyğəmbər Həzrəti Əli əleyhissalamın əlin tutur, qaldırır və buyurur, Fəmən kuntu Məvlah, fəhaza Əliyyun Məvlah. Mən hər kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. Yazırlar, Həzrəti Peyğəmbər ki, Həzrəti Əli əleyhissalamın əlin qaldırmışdı, bu sözü deyirdi. Bəzi mənbələrdə gəlib, Həzrəti Peyğəmbər bu sözü 4 dəfə təkrar elədi. Bəzi mənbələrdə gəlib, 3 dəfə təkrar elədi. Fəmən kuntu Məvlahu, fəxaza Əliyyun Məvlahu. Və bunu da qeyd edirlər ki, Həzrəti Peyğəmbər Həzrəti Əli əleyhissalamın əlini o qədər buraxmadı ki, növbəti ayə nazil oldu. Növbəti ayə nazil oldu ki, Əuzu billah minəşşeytanirracim. Əl-yevmə əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti və raditu ləkumul İslamə dinə. Mən bugün sizin için dininizi tamamladım və öz nemətimi sizə tamam elədim. Bu ayə nazil olana qədər yazırlar ki, Həzrəti Peyğəmbər Həzrəti Əli əleyhissalamın əlin buraxmadı. Və bu ayə nazil olandan sonra Həzrəti Əli əleyhissalamın əlin buraxdı. Bəs bunlardan bir neçə nəticə çıxartmaq istəyirəm. Əvvələn, o ayə ki, nazil oldu, ya Peyğəmbər çatdır, sənə nazil olanı çatdır. Qədirxum ərazisində bu ayə nazil oldu və bu ayə nazil olan kimi Həzrəti Peyğəmbər müsəlmanları bir yerə yığdı. Bunun özü önəmlidir ki, bəs buradakı mövla sözü ki var, Həzrəti Əli əleyhissalamın barəsində Həzrəti Peyğəmbər deyir, mən kimin mövlasıyam, bu Əli də onun mövlasıdır. Bu həmin xəbər idi ki, Allah Həzrəti Peyğəmbərə dedi, çatdır. Və iş o qədər mühüm idi ki, o istinin altında Həzrəti Peyğəmbər müsəlmanları cəm elədi, qabaqda gedənləri qaytardı, geridə qalanları gözlədi. Bu işin əhəmiyyətini çatdırır ki, burada Mövla kəlməsi həmin rəhbər mənasındadır, həmin imam mənasındadır. Axı, bəziləri deyirlər də, Mövla orada dost mənasındaydı. Yəni, Peyğəmbər dedi ki, Əli sizin dostunuzdur. Əvvələn, Mövla kəlməsinin bir dənə mənası dost deyil, Mövla kəlməsinin bir neçə mənası var. Onun bir mənası dostdur. İkincisi də, axı, mənası yoxdur ki, bir dənə Əli sizin dostunuzdur demək üçün Həzrəti Peyğəmbər o qədər müsəlmanı o günün altında gözlədə,
Onlar ki qabaqda getmişdi, onları qaytara və onlar ki geridə qalmışdı, onları gözləyir, onlar gəlib çata deyə Əli sizin dostunuzdur. Bunu ağıl qəbul eləmir. Bu biraz mənasız yanaşmadır. Bəs bu Həzrəti Əli əleyhissalamın imaməti, xilafəti barəsində idi ki, Allah tərəfindən Həzrəti Əli əleyhissalam Peyğəmbərin vasitəsilə orada imam təyin olundu. Həzrəti Əli əleyhissalamın xilafəti orada sabit oldu. Və həminki günü səhabələr Həzrəti Əli əleyhissalama orada təbrik dedilər. Bu ki, Qədirxum bayramını biz qeyd edirik, bunu biz indi qeyd eləmirik. Bunun bayram kimi qeyd olunmasının tarixi var. Əvvələn, həmin günün özündə, Qədirxum günündə Peyğəmbər Həzrəti Əli əleyhissalamın imamətin, xilafətin elan eləyəndən sonra səhabələr gəlib Həzrəti Əli əleyhissalamı təbrik elədilər. Bəxin, bəxin ya Əli, mübarək olsun ya Əli, təbrik deyirik. Sən möminlərə vəli oldun, möminlərə rəhbər oldun. Təbrik dedilər. Bu təbrik demək, orada sevinmək, bunun göstəricisidir ki, həminki günü qeyd elədilər. O münasibəti səhabələr qeyd elədilər. Bunu təkcə biz indi bayram qeyd eləmirik. Bu müsəlmanların bayramıdır ki, imamət orada elan olundu, imamət təyin olundu Allah tərəfindən, Həzrəti Əli əleyhissalamın imaməti. Və ondan əlavə də imamlarımız, Həzrəti Əli əleyhissalamdan sonra imamlarımız bu günü bayram kimi tanıtdırıblar. Bu günü bayram kimi qeyd eləyiblər. Buna misal olaraq İmam Sadiq əleyhissalamdan hədis nəql olunur. Hədisi də Şeyx Səduq Əl-Xisal kitabında nəql eləyir İmam Sadiq əleyhissalamdan. Buyurur, ravi deyir ki, İmam Sadiq əleyhissalama buyurdum ki, soruşdum o həzrətdən, kəm lil musliminə min idin, müsəlmanlar üçün neçə dənə bayram var? Fəqalə ərbəətü əyadin, həzrət buyurdu ki, müsəlmanlar üçün 4 dənə bayram var. 4 bayram var. Qalə qultu qad ərəftul idayn vəl cumu'ə. Ravi deyir İmam Sadiq əleyhissalama cümə günün və Ramazan bayramı ilə Qurban bayramını bildim. Yəni, ağa siz ki deyirsiniz 4 dənə bayram var, bunun 3'ünü bildim. 4-cüsü hansıdır? İmam Sadiq əleyhissalam buyurur ki, sənin bu dediyin 3 bayramın ə'zəmuha, ən əzəmətlisi və əşrəfuha, yəni bu 3 bayramdan da əzəmətli və bu 3 bayramdan da şərafətli yəvmus saminə əşərə min zilhiccə, Zilhiccənin 18-i, yəni Qədirxum günü, sənin bu dediyin o 3 bayramdan şərafətlidir, əzəmətlidir. Həmin gündə ki, əqamə fihi Rasulullah əmirəl müminin və nəsəbəhu linnasi aləmən. Həminki gündə Peyğəmbər əmirəl müminin Həzrəti Əli əleyhissalamı imam təyin elədi, rəhbər təyin elədi. Ravi deyir ki, soruşdum, ma yəcib aleyna fi zəlikəl yevm. Biz bu gündə nə edəyik? Bugünkü gündə, bu Qədirxum günündə nə edəyik? Bizə nə lazımdır, nə iş görək bugün? İmam buyurur ki, yəcib aleykum siyamuhu şükran lillah və həmdən ləhu. Sizə lazımdır ki, bu gündə Allahın şükrünü yerinə yetirmək üçün, Qədirxum günündə Allahın şükrünü yerinə yetirmək üçün, Allahın həmdini yerinə yetirmək üçün, Allaha həmd etmək üçün oruç tutasız. Ənəhu əhlun ən yuşkara kullə saatin. Düzdür ki, Allah layiqdir hər saatda şükür oluna. Allah layiqdir hər ləhzə həmd oluna, hər saatda şükür oluna. Amma bu Qədirxum günündə sizə lazımdır ki, onun şükrün yerinə yetirmək üçün, həmdin yerinə yetirmək üçün oruç tutasız. Sonra imam buyurur ki, və kəzəlikə əmərətil ənbiyau.
əvsiyaəha. Bu cür ənbiya da öz vəsilərin bu cür əmr eləyiblər. Ən yasumul yevməl-ləzi yuqamu fihil vəsi yəttəxizunə idən. Peyğəmbərlər də, Həzrəti İslam Peyğəmbərindən qabaq Peyğəmbərlər də özlərinə ki, vəsi təyin eləyərdilər, özlərinə ki, xəlifə canişin təyin eləyərdilər, göstəriş verərdilər, həminki günü bayram qeyd eləyin. Və mən saməhu qanə əfdalə min əməli 60 sənətən. Hər kim Qədirxum günü, Qədirxum bayramında Allahın şükrünü yerinə yetirmək üçün, Allaha həmd etmək üçün oruç tutsa, bunun orucu 60 ilin ibadətindən fəzilətlidir. 60 ilin ibadətindən əfzəldir. Allaha and verək öz izzət-i cəlalına bizləri Həzrəti Əli əleyhissalamın layiqli şiyələrindən qərar versin və bizləri Həzrəti Peyğəmbərin həm Quranın barəsində, həm Əhl-i Beytinin barəsində etdiyi tövsiyyəyə, qoyduğu əmanətə əməl eləyənlərdən qərar versin bizləri. Allaha and verək öz izzət-i cəlalına bizləri dünya və axirət Əhl-i Beytlə məhşur eləsin inşallah.